Biz bura gəlmişdik 3 xal götürmək üçün. Çünki 3 xal bizə çox vacibdir. Biz evdə Sabirabadda 0-1 hesablı məğlub olmuşuq. Və bura səfərdə Ağsusunu udmaqla qrup mərhələsində yerimizi bərkitmək istədik. Sadəcə indi oyunda bəxtsizlik deyim, oyunda stadionu örgəşməmişik, eləməmişik. Nəysə oyunumuz alınmadı, çox bəxtsizliklə üzləşdik. Bəli, hakimin oyun aparmağı şəxsən mənim heç xoşuma, öz fikrimdir, şəxsən xoşuma gəlmədi. Neçə epizod vermədi. Yəni o epizodda mənim bəlkə də qırmızı haqqım vardı, qırmızını versin. Sadəcə oyunu düzgün aparsın. Oyun normal getdi, yəni amma nə idisə bəxtsizlikdən oyun alınmadı da, tutmadı elə bir ki. Yəni bu stadionda bir dənə epizoddan vurulan qolda da mən nə qədər çalışsam da ayağım sürüşdü, qol oldu epizod. Ola bilər yenə də. Ümumiyyətlə Aran Beyləqan komandası heyəti cavan, gənc kadrlardan ibarətdir. Elə sən də yaşın azdır. Mən baxdığımdan çox gözəl komanda qurmusunuz, yaxşı heyət var. İnşallah gələcək oyunlarda da sizə uğurlar arzulayırıq. Gələcək oyun nə zaman keçiriləcək o barədə də denən Beyləqan azarkeşlərində oyuna dəvət edir. İnşallah gələcək oyunda gələn 6 bazar olacaqdır. Ağcabədi ilə olmalı, səhv eləmirəmsə. Evdə Ağcabədi ilə oynamalıyıq. İnşallah oyunda da Aran Beyləqan azarkeşlərin hamısını gözləyirəm oyunumuza. İnşallah yaxşı olar. Bu oyunda da məğlub ayrılsaq da sona qədər mübarizə apardıq və sona qədər döyüşdük, yəni oyunun axırına kimi. Uğurlar Nicat, uğurlar, sağ olun. Sağ olun, görüşürüz. İlk öncə isə hamını salamlayıram. Düzdür, oyun biraz ağır keçdi. Gənc uşaqlar idi, gələcəkləri qabaqdadır inşallah. Bizim biraz qırmızı almağımız, biraz oyundan qopmağımıza gətirdi, amma sonradan yavaş-yavaş yığışdırdıq özümüzü, yəni toparlaya bildik özümüzü. Yəni çətin də olsa bir qələbə idi. İnşallah bundan yaxşısını eləməyə qadirik və eləməyə çalışacağıq. İnşallah bundan sonra komanda həm yaxşı nəticələrlə azarkeşləri sevindirməyə davam edəcək. Uğurlar, uğurlar Mətin sənə, uğurlar. Komandanın oyundan umumi götürəndə razı qaldım. Düzdür, 20-25-ci dəqiqədə qırmızı kart almağımız bizi biraz çətinləşdirdi. Yenə də bu oyunun öhdəsindən gəlməyə bacardıq. Komandanın umumi bütün futbolçularımı təbrik edirəm. Gələcək oyuna da uğurlar arzulayıram. İnşallah qələbə ilə. Qələbələrimizin ardı gəlsin inşallah. Rəqib komandaya da gələcək oyunda uğurlar arzulayıram. Cavan uşaqlardır, qaçırdılar, istəkli idilər. Yenə də komandamızı təbrik edirəm. Qələbə münasibəti ilə. Təşəkkür edirəm. Buraxılan 3 qolda qapçıların səhvi var idi, ya yox idi. Qırmızı kart barəsində. Qırmızı kartda belə deyim ki, bəli, cavandır, təcrübəsizdir. İnşallah gələcək oyunlarda da düzəldəcək, Allahın izni ilə düzələcəkdir. İkinci qapısında məcbur vəziyyət bir oyunçunu çıxartmaqda, qapısını salmaqda məcbur vəziyyətdə dəyişdik oyunçunun qapısını. İnşallah 3 topda da bəli, qapıçılarımızın kobud səhvləri var. İnşallah, yəqin ki bu yöndə çalışmalarınız davam edər və bundan sonra... Bəli, bunların hamısını inşallah gələcək məşqlərdə, gələn həftə məşqlərində inşallah həftədə 3 dənə məşqimiz olacaq Bakıda. Bu səhvlərin üstündə işləyəcəyik ki, növbəti oyunlarda bu səhvləri eləməyək. Növbəti oyun Mil Beyləqan səfəridir. Beyləqan da, o da ağır oyundur. Bəli. Mil Beyləqan hal-hazırda 3-2 qalib gəldi Sabirabad üzərində. Uğurlar arzulayıram. O oyunda qrupun liderini müəyyən edəcək oyundur. Bəli, bəli. Biz də çalışacağıq ki, oyuna yaxşı hazırlaşaq. Mil Beyləqana da qalib gələk Allahın izni ilə inşallah.